Bugünkü günləri insan istər-istəməz öz sevdiyi işlə məşğul olanda nəticəsi daha yaxşı olur da. Bu günləri sənin gördüyün iş, məsələn də bugünkü gün 2014-dən daha başlamısan bura gələndən, yəni geriyə dönüş olsaydı da tutalım, düzdürmü? Sən həmin o işi, yəni başdan həmin işlə məşğul olur, yoxsa deyərdin, yox, mən bu vaxtı, sərf elədiyim vaxtı, yəni başqa bir işə yönəldərdim, daha çox qazanardım. Dediyin kimi o sevdiyin işlə məşğul olmağın üstünlüyü çoxdur. Həqiqətən o yöndə sən özünü inkişaf elətdirməyə daha çox meyilli olursan. Yəni həm işini sevdiyinə görə sənin orada iş qrafiki məsələn olmur. Saat 7 oldu, mən çıxım gedim evə, yoruldum. Demək olar iş qrafiki yönündən yaxınlaşmırsan da. Mən bunu bir növ kitab oxumağa bənzədirəm. Yəni sevdiyin tərzdə kitabı oxuyanda necə olur və sevmədiyin kitabı oxuyanda necə olur? Sevmədiyin kitabı qabağına qoysunlar bir nəfərin ki, kimyanın məsəl üçün dərinlikləri kitabını. Yəni o kitabı